Dördüncü sıralamasına göre yox, sadəcə argument baxımından vacib bir faktor həmin xalqın o yerlə, o məkanla bağlılığını sübut edən maddi, mədəni, folklor, ədəbiyyatla bağlı argumentlərdir. Mən bu fikri aydınlaşdırmaq üçün bir tədbirdən, Berlində keçirilən bir tədbirdən kiçik bir istatla bu məsələyə qayıtmaq istəyirəm. Deməli, torpaqlarımız işğal altında olan zaman Qarabağın, Şuşanın tarixi ilə bağlı Berlində bir tədbir keçirilirdi və təbii ki, burada bizim alimlər və qarşı tərəfin alimləri argumentlərin orada mübahisəsi, davası gedir və biz bildiririk ki, Pənahəli xan Şuşanın əsasını qoyub və s. və s. Qarşı tərəf də öz eybəcər argumentlərini gətirirdi. Onda auditoriyadan bir alman qalxdı və sual verdi ki, əgər bir yer bir xalqa məxsusdursa, onda onun folklorunu, ədəbiyyatını, maddi, mədəni irsini sübut edən argumentlər olmalıdır. Onda Mikhail Reinhard Hess adında bizim bir tanınmış alman alim qalxdı və bildirdi ki, 19-cu əsrin sonunda Şuşa və onun ətrafında 95 Azərbaycanlı şair yazışı yaşayıb, 22 müğənni, 38 musiqişünas, 11 xəttat və s. Siz təsəvvür edin, bununla da həmin o diskusiya son qoyuldu. Yəni, bu argumentin səsləndirilməsi, indi ona görə Əfqan müəllimin, bizim digər hörmətli həmkarların bu sahədə yazdığı kitabın mən dəyərini göstərmək istəyirəm ki, bunun əsasında hansı istiqamətə tədqiqatlara və hansı argumentlərə yol açılır. İkinci mühüm bir argument qeyri-maddi mədəni irslə bağlı. Bu, coğrafi məkan tanımır. Bir misal deyim, aşıq sənəti. Aşıq sənəti, deməli, UNESCO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyasətine daxil edilib. Var Göyçə aşıq sənəti, Gədəbəy aşıq sənəti, Şirvan, Qarabağ aşıq sənəti. Görürsünüz, vahid məkandır. Amma ermənilərin elə bir söyləyəcəyi bir argument yoxdur ki, bunları bağlasın, əlaqələndirsin və s. Digər vacib bir məsələ bu abidələrin məhv olunması ilə bağlıdır. Biz hörmətli Əziz müəllimlə biraz əvvəl söhbət edəndə Zahid müəllimizi dəvət eləmişdi orada. Dedi ki, bizim növbəti kitablardan biri qəbirüstü abidələrlə bağlıdır. Bizim qəbir abidələrimizlə bağlıdır ki, 400 səhifədən çox bir kitabdır, birinci cildi. Deməli, bunun özü də həmin bizim o məkanla bağlılığımızı sübut edir. Amma məsələ ondadır ki, bu abidələr dağıdılır. Amma bunun dağıdılmasının özü də hörmətli Əli müəllim dediyi kimi beynəlxalq humanitar hüququn pozulmasıdır və hüquqi məsuliyyət yaradır. Mən 3 konvensiyanın adını çəkmək istəyirəm, dəqiq olmaq üçün o adları da oxumaq istəyirəm. Bunlardan biri 1954-cü il konvensiyasıdır. Silahlı münaqişələr zamanı maddi sərvətlərin qorunması haqqında. Ona olan birinci əlavə protokol, ikinci protokol. Və yaxud 1972-ci il dünya mədəni və təbii irsin qorunmasına dair konvensiyadır. Və üçüncü, qeyri-maddi mədəni irsin qorunmasına bağlı UNESCO konvensiyasıdır ki, və bu konvensiyaların, müddəaların pozulması Ermənistanın dövlət məsuliyyətini yaradır. Və sonunda onu bildirmək istəyirəm ki, bugün təcavüzkar müharibənin başlanmasına görə, deyək ki, terrorçuluğa görə, digər məsələlərə görə təqsiri bilinən şəxslər cavab verir. Amma gün gələcək ki, bu məsələyə görə də dövlət məsuliyyətinə görə cavab verən şəxslər olacaq və bu da bu auditoriyada oturanların və eləcə də bizim digər həmkarlarımızın üzərinə böyük məsuliyyət qoyur. Bir daha təşəkkür edirəm, çox möhtəşəm və çox mühüm bir tədbirin təşkilatçılığına görə. Çox sağ olun. İlk növbədə müəllifi təbrik etmək istəyirəm. Çox böyük iş görüb. Çıxış edənlər qeyd etdi. 524-dən çox mənbədən istifadə olunub. Təbii ki, çox möhtəşəm bir işdir. Amma mən həmişə bunu qeyd edirəm, məsələnin iki tərəfi var. Tarixi tərəfi və hüquqi tərəfi. Mənim üçün çox əziz olan həmkarım, hörmətli Firdovsiyə xanım çox mühüm məsələlərə toxundu. Bizim tarixi torpaqlarımız indinin özündə də istər Rusiya Federasiyasının, istər Gürcüstanın, istər demək İranın ərazisindədir. Bu demək həqiqətdir. Və biz ümumi tariximizi tədqiq edərkən yazarsan, təbii ki, ilk növbədə qədim dövrdən başlayaraq bu günə qədər bütün bu tarixi ərazilər haqqında məlumatlar verilir. İstər onun tarixi coğrafiyası, istər onun mədəniyyəti, maddi mədəni irs haqqında orada demək məlumatlar gedir və son dəfə tarixin üstündə nəşr olunan 2003-cü ildə başa çatdırılan 7 cildi Azərbaycan tarixində də bütün tarixi torpaqlarımız orada öz əksini tapıb. Çox bizə irad tuturlar ki, onu yazmadınız, bunu yazmadınız. Böyle deyil. O sistem elə bir sistemdir ki, xüsusilə SSR deyilən bir dövlət, mən bunu dəfələrlə söyləmişəm. Çünki əlimdə olan faktlar mənə bunu deməyə əsas verir. O Rusların milli dövləti deyildir. Rusların adı vardı, dili vardı və məkan. Amma bu sistem ki, yaradılmışdır, bu insanlığın məhvi üçün yaradılan bir dövlətidir. Təkcə bir rəqəmi deyəcəm, 1996-cı ildə Rusiya demək, o prezident seçkilərində bir rəqəmi səsləndirirlər ki, Sovet hakimiyyəti illərində məhv edilən əhalinin ümumi sayı 78 milyondur.
Bunun böyük bir hissəsi də Azərbaycan xalqının payına düşür. Yəni bizim payımıza düşür. O cümlədən Qərb Azərbaycanlıların payına düşür. Yəni bizi belə deyək də o adi insani hüquqlarımızdan məhrum edib, vətənimizdən, torpağımızdan məhrum edib, məhv ediblər. Eləcə də necə həmin bax bu kitabda, bu albomda öz əksini tapıb, demək ki, maddi mədəni irsimizə qarşı da soyqırım cinayətləri törədilib. Məsələ orasındadır ki, yenə deyirəm, yəni bunu tarixi nöqteyi nəzərdən yanaşında, hətta biz elə bir vasitəyə əl atdıq ki, demək, qədim dövrdə, hansı ki, mixi yazılardan istifadə olunurdu. Biz onu indi bu il Qərb Azərbaycanın tarixi coğrafiyası, monoqrafiyasını təqdim edəcəyik xəritələrlə bir yerdə. Demək, mixi yazı mətinlərdə Qərb Azərbaycan toponimləri adlı material hazırlanır. Təsəvvürə gətirin ki, bu saatı bizim əlimizdə olan həmin materialda Qərb Azərbaycan toponimlərinin çoxusu həmin mixi yazı mətin, yazılı mətinlərdə öz əksini tapır. Qafanın adı var, Görüsün adı var, Ağbabanın adı var. Yaxşı, Assuriyalılar buranı tutanda, Urartular buranı tutanda, burada işğalçı kimi gəlmişdi. Bunu yerli əhalidən soruşub və yerli əhali də onun adını deyib. Və indi də biz həmin bu adı söyləyiriksə, deməli bu torpaq kimə məxsusdur? Bizə məxsusdur. Bu məsələyə biz kökündən yanaşırıq. Hörmətli həmkarım Mübariz müəllim çox yaxşı qeyd elədi. Məsələ elə məqamlar var ki, indi bəlkə də burada çoxları bilmir. Xüsusilə Qarabağ məsələsində Azərbaycan alimlərinin göstərdiyi fəaliyyət əvəzsizdir. Bunu çoxları bilmir. Amma mən onun şahidiyəm və bilavasitə xüsusilə 87-ci ildən bu məsələlərin içində olduğum kimi gördüm ki, o alimlərin sözü qələm və silah məsələsi ortaya gələndə, bəli, Azərbaycan alimlərinin fikri əsas rol oynadı. Hətta mən onu deyərdim ki, 45-ci ildə ona Firdevsiyə xanım toxundu. Demək, Azərbaycanın 6 aliminin yazdığı arayış Stalinin stol üstünə gedəndə oxuyandan sonra üstündən yazmışdı. Bu məsələyə bir daha qayıtmayın və bunu verin köhnə bolşeviklərin arxivinə. Həmin arayışı yazıb göndərən 6 alimidir. Onun əsasında da Mircə Bağırov yazmışdı. Yəni, burada elmin əsas rolu müstəsnadır və həlledicidir. Çünki bu məsələ bir də 88-ci ildə artıq bu məsələ ortaya çıxanda yenə Tarix İnstitutunun o vaxt ki, direktoruna göndərdiyi arayış gedir, düşür Qarbaçovun stolun üstünə. Və yəqin ki, çoxunuzun yadındadır. Qərb Azərbaycanda zəlzələ baş verəndə, o Qarbaçov gəldi ki, İrəvana gələndə, orada ermənilər tökülüşdə bunun üstünə, deyəndə ki, dedi, bir çox ermənilər çalışır, sübut eləsin ki, Qarabağ ermənilərə məxsusdur. Amma bir Azərbaycan alimi sübut elədi ki, bu Azərbaycan torpağıdır. Bunu ona görə deyirəm ki, elmin yeri müstəsnadır və bu nöqteyi nəzərdən Əfqan müəllimin gördüyü işi mən xüsusi təqdir edirəm və dediyim ondan ibarətdir ki, bu işləri görürüksə, o şəkildə görməliyik ki, bir-birimizi təksib etməyək, əksinə bir-birimizə kömək eləyək, hər addım atanda düşünüb addımı ataq, çünki bu ağır məsələdir, strateji məsələdir. Elə asan məsələ deyil, çünki görürsünüz, düşmanın arxasında hansı qüvvələr dayanır. Hələ mən bir çox məqamlar var, onlara demək istəmirəm, çünki bilirəm bu hardan gəlir. Heç də təsadüfi deyil ki, Avropa Birliyi ölkələri 21-ci ilin martında həmin bu işğalçı qondarma quruma nə az nə çox 2 milyard evro kömək ayırıb. Xeyr ola, təcavüzkara belə demək, münasibət göstərirlər. Ona görə də dediyim ondan ibarətdir ki, hər addımda çox düşünülüb, daşınıb bu istiqamətdə demək, samballı addımlar atmaqla təbii ki, ən başlıca istəyimiz Qərb Azərbaycana qayıtmağa nail olacaq. Bu yolda hamıya uğur diləyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Bilirsiniz, Qərb Azərbaycan mövzusu o qədər çox səhifəli və o qədər çox laylıdır ki, onun istənilən bir səhifəsini açdıqda, istənilən bir layı qaldırdıqda Azərbaycanlıların bu bölgəyə qayıtmaqla bağlı müqəddəs arzularının nə qədər böyük olduğunu və nə qədər haqlı olduğu ortalığa çıxır. Mən bir məsələyə diqqətsiz cəlb etmək istəyərdim, vaxtımız çox az olduğuna görə. Biz hal-hazırda Cənubi Qafqazın 70% iqtisadiyyatına sahib olan bir ölkəyik.
Dünyada heç bir zaman iqtisadi gücün, iqtisadi sərhədləri ərazinin sərhədlərinin üst-üstə düşmür. Bugün Türkiyənin Avropa Birliyində bütün iqtisadi maraqlarını həyata keçirən Avropada yaşayan türklərdir. Bugün Almaniyanın Avropa Birliyində bir nömrəli iqtisadi güc olmasına səbəb olan İsveçrədə, Hollandiyada, Fransada yaşayan almanlardır. Bugün Çin iqtisadi gücünü bütün dünyaya yaymaq üçün siz yəni şahidsiniz. Hər bir ölkədə Çin kvartalları deyən məhəllələr çalır. Bu cəhətdən Azərbaycanlıların Ermənistandan deportasiya olunması Azərbaycanın iqtisadi maraqlarına vurulan ən böyük zərbədir. Məhz Cumhuriyyət dövründən sonra İrəvan mərkəzli Ermənistanın yaranması Azərbaycan iqtisadiyyatının Qara dənizə çıxışını blokladı. Zəngəzurun Ermənistana verilməsindən Azərbaycan iqtisadiyyatının Aralıq dənizə çıxışını blokladı. Qərbi Azərbaycanlıların Azərbaycandan deportasiya olunması Azərbaycanın iqtisadi maraqlarını bloklamaqla yanaşı Azərbaycan iqtisadiyyatını tarixdə görünməmiş dərəcədə blokadaya saldı. Biz bugün Xəzər dənizindən başqa Azərbaycan ərazisindən istənilən bir istiqamətə hərəkət etmək üçün kimlənsə icazə almalıyıq. Məhz bu tarixi ədalətsizlik, bu iqtisadi ədalətsizliyin tam pozulması deməkdir. Ona görə mən istəyirəm ki, bugün Qərbi Azərbaycanlıların Qərbi Azərbaycana dönməsi və tarixi ədalətin bərpa olunması, həm də iqtisadi ədalətin bərpa olunması yönümdə bizim qarşımızda duran çox ciddi bir məsələdir. İqtisadçıların, siyasətçilərin ən böyük silahı bildiyiniz kimi mədəniyyətdir. Və bu cəhətdən baxsaq, mədəniyyətimizin, irsimizin qorunmasına, bax bu cür kitabların dərc olunmasını mən yüksək qiymətləndirirəm, müəllifə öz təşəkkürümü bildirirəm və mən istəyirəm ki, Sosial Tədqiqatlar Mərkəzi də bir cümlə ilə desəm, bugün Azərbaycanda ən məzmunun, ən kreativ və gələcəyə yönəlik ən doğru məzmunun yarandığı mərkəzlərdən biridir. Bu cəhətdən Tədqiqatlar Mərkəzi və əməkdaşlara təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Düşünürəm ki, doğrudan da bu günləri bu Qərbi Azərbaycan qayıdış çərçivəsində görülən, yəni bu addımlar, bu tədbirlər kifayət qədər önəmlidir və bu günləri mən xüsusilə Əfqan müəllimə ürəkdən təşəkkür edirəm ki, və belə bir samballı tarixi, statistik faktlarla zəngin olan belə bir, belə deyək ki, kitabı ərsəyə gətiribdir, belə bir maddi sübut olaraq mənbəni ərsəyə gətiribdir və bu çox önəmlidir. Bu günləri doğrudan da bütün dünya bilir. Qərbi Azərbaycan, Azərbaycan torpağıdır bir mənalı şəkildə. Hətta ermənilərin özü mənim şübhəm yoxdur ki, özləri bilirlər ki, Qərbi Azərbaycan, Azərbaycanın tarixi torpağıdır. Bu bir mənalı belədir. Bu tarixi torpaqlarda sonuncu deportasiyanın balı burada qeyd olundu. Burada mənim həmkarım, dostum da vurulur və doğrudan da bizim həm tarixi abidələrimizə, dini, mədəni abidələrimizə çox böyük bir soyqırım siyasəti yürüdülübdür ermənilər tərəfindən və bu siyasətin məntiqi olaraq və Ermənistanda mövcud olan, belə deyək ki, indiki Ermənistanda mövcud olan, Qərbi Azərbaycanda mövcud olan Azərbaycanın tarixi abidələrinin məhv olunması, sıradan çıxması, bununla bağlı kifayət qədər çox aqressiv bir siyasət yürüdülüb mənfur düşmənlərimiz ermənilər tərəfindən. Ona görə də bu kitab düşünürəm ki, Azərbaycan tarixində, ümumiyyətlə dünya tarixində və dünyada Qərbi Azərbaycanın, Azərbaycan torpağı olmasını sübut edən ən böyük mənbələrdən biridir. Mən yalnız təşəkkür edirəm, Zahid müəllim sizə təşəkkür edirəm. Hesab edirəm ki, kifayət qədər zəngin və kifayət qədər sizin Sosial Tədqiqatlar Mərkəzi lazımi tədbirləri reallaşdırır və düşünürəm ki, hər bir fərdin vətəndaşın üzərinə bu Qərbi Azərbaycanla bağlı bir məsuliyyət düşür, bir vəzifə düşür və bu vəzifənin də öhdəsindən gəlmək, kimliyindən və hansı vəzifə tutmasından asılı olmayaraq kifayət qədər məsuliyyətlə yanaşmaq tələb olunur. Buna görə də əziz müəllim sizə təşəkkür edirəm eyni zamanda və təbii ki, dostumuz Əfqan müəllim davamı gəlsin və bu çox böyük vacib şərtlərdən, vacib mənbələrdən biridir və bu hər birimiz üçün önəmli tarixi, statistik faktlardır. Sağ olun, var olun. Təkrarçılığa ehtiyac görmürəm. Həm hüquqi aspektdən, həm tarixi aspektdən söylənilən fikirlərin hamısı dəyərlidir. Amma mən tədbir gedə-gedə bir şeyi fikirləşirəm, Zahid müəllim. Deməli, fikirləşirəm ki, bu tədqiqatlar mərkəzinə, Sosial Tədqiqatlar Mərkəzinə başqa bir adam rəhbər təyin olunsaydı, bu qədər dəyərli tədbirləri ərsəyə görəsən gətirə bilərdi. Eyni zamanda cavab verirəm ki, yox. Və ardınca xatırlayıram, biz bu auditoriyada nə qədər dövlətə, xalqa əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşuq və bunların hamısında ərsəyə gəlməsi sizin Sosial Tədqiqatlar Mərkəzi olub və təbii ki, başda siz olmuşsunuz. Bizdə rayonda bir deyim var. Deməli, yaxşı bir iş görən, xeyirxah bir iş görən kəsə, şəxsə deyirlər ki, oğulsan, oğul. Zaten əsl oğulsan. Vallahi bir yaş, 2 yaş sizdən böyük olaraq ürəkli deyirəm ki, çünki bu qurumu bu cür işlədə biləcək qüvvə ilə siz olardınız. Qaldı kitabla bağlı, Mübariz mən bayaq
bir gözəl ifadə elədi ki, qılınc və qələm sonra onlar ikisi birlikdə olanda, vəhdət şəklində olanda daha gözəl əsərlər ortaya gətirirlər. Bu kitabın qılınca sizsiniz, qələmi isə Əfqan müəllimdir. Amma eyni zamanda elmi rəhbər olaraq mən Əziz müəllimin də fəaliyyətini qeyd etmək istəyirəm ki, çünki Qərbi Azərbaycan icması son illərdə nə qədər tədbirlər keçirdiblər və bu tədbirlər təkcə Azərbaycan sərhədlərindən sərhədləri daxildə deyil, həm də artıq kənara çıxıb, BMT səviyyəsində səslənir, onların iradları, tələbləri, etirazları və sizin üçlüyünüzün yaratdığı bu kitab elə hesab edirəm ki, bizim tariximizi bir daha yaddaşlarımıza həkk etdi. Çox sağ olun. Amma bir təklifim var ki, biz bunu daha çox oxucu kütləsinə çatdırılması üçün bəlkə disk variantımı, yəni nəsə bir şeylərə keçəyin ki, daha çox paylansın bundan. Təşəkkür edirəm. Sağ olun. İndi gələcək nəsillər ora gedəndə, indi köçüb qayıdandan sonra o məbədləri necə tapacaq? Bax, məsələ oradadır ki, bütün bu abidələrimizin koordinatları, coğrafi koordinatları qeyd olunsa yaxşı olardı. Çünki bu gələcək nəsillər adicə öz yerlərinə qaydanda öz evlərini, işlərini də tapmaqda çətinlik çəkəcəklər. Ona görə müasir dövrdür. Xəritələri elə qurmaq lazımdır ki, yəni əlində koordinat sistemi ilə gedib öz yerini, obasını, məbədini, evini tapa bilsinlər. Bax, təklifim bundan ibarətdir. Hər imkan düşdükcə oxuyuram. Çox maraqlı faktlar var burada. Xüsusən də mənim özümün dədə-baba yurdumla bağlı maraqlı fakt çıxdı qarşıma. Yəqin ki, inşallah bunu da detallı öyrənəcəm orada. Ki, hansı ki o məlumatlar məndə yox idi. Burada qarşıma çıxdı. Bir məsələ ilə bağlı xüsusi diqqət çəkmək istəyərdim. Bu kitab hazırlanır çox gözəl, nəfis variantda. Biz bunu daha geniş auditoriyaya çatdırmaq üçün, xüsusilə də cəmiyyətimizin müxtəlif təbəqələrini çatdırmaq üçün hesab edirəm ki, Azərbaycan tarixi dərsliklərində müəyyən dəyişiklik etmək ehtiyac var və bu materiallar məhz həm orta məktəb dərsliklərinə salınsa çox gözəl olur, həm də ali təhsil müəssisələrində daha geniş formada tədqiq edilsə və öyrənilsə daha yaxşı olar. Çünki nə qədər biz bu materialları daha geniş təbəqələrə ötürə bilsək, Qərbi Azərbaycanla bağlı materialları daha yaxşı öyrənə bilərlər. Və bir məsələni də qeyd edeyim. Əslində, biz 2-ci Qarabağ Savaşına qədər fakt idi ki, Ermənistana informasiya cəbhəsində məğlub vəziyyətdə idi. 2-ci Qarabağ Savaşı təkcə müharibəni deyil, həm də informasiya cəbhəsində bizim mövqeyimiz dəyişdi. Əlimizdə kifayət qədər də əsaslar formalaşır. Elə bu yaxında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bir çıxışı vardı. Çox maraqlı və sağ olsun Paşinyan o məlumatı yaydı. Çox gözəl fakt verdi əlimizə. Levon Ter-Petrosyanın Qərbi Azərbaycanlıları bizim doğma yurd yuvamızdan çıxarması ilə bağlı faktı ortaya qoymuş oldu. Yəni, bunu dana biləcək vəziyyət deyil, bu faktı. Ümid edirəm ki, növbəti intriqalar, dövlət daxili çəkişmələr nəticəsində digər materialları da çıxardacaqlar. Hələ bu Ermənistanın arxivlərində saxlanılan materiallar. İndi siz təsəvvür edin ki, Rusiyanın arxivlərində nə qədər materiallar var və Fransanın, Amerika və digər qərb dövlətlərində, böyük dövlətlərin arxivlərində nə qədər material var və hesab edirəm ki, bu materialları da biz araşdırıb ortaya çıxarsaq, tədqiq eləsək, hətta deyərdim ki, son 20-30 ilin materialları, daha doğrusu 30-35 ilin materialları var ki, onlarda saxlanılır və verilmir. Onu biz əldə eləyə bilsək, o materialları işləyib, bunların üzərinə əlavə eləyə bilsək, bu hesab edirəm ki, həm beynəlxalq miqyasda bizə qarşı münasibətin daha da möhkəm olması, yəni bizim mövqeylərimizin daha da möhkəmlənməsinə şərait yarada bilər. Hesab edirəm ki, bu dərsliklərə, bu materialların daxil edilməsindən bağlı çox xahiş edirəm Təhsil Nazirliyinə və kitab yazan digər qurumlara bununla bağlı bir münasibət bildirsə yaxşı olar. Əziz müəllim, təşəkkür edirəm. Bu kitab çox nəfis formada hazırlanıbdır və hesab edirəm ki, təkcə elm adamları deyil, həm də cəmiyyətin müxtəlif təbəqələri bundan istənilən formada yararlana bilərlər. Diqqətinizə görə təşəkkür edirəm. Mən xüsusi təşəkkürümü bildirirəm Əfqan müəllimə. Doğrudan da dini abidələrin, milli mədəni irs abidələrimizin demək olar ki, məhv olubdur. Və təbii ki, bu mənbələr eyni zamanda qeyd elədiyiniz kimi hüquqi mənbələr içərisində xüsusi əhəmiyyət daşıyır. Və burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, Qərbi Azərbaycanlılara qarşı tarix boyu törədilən bütün siyasət məhv etmək niyyəti üzərində qurulduğu üçün məhz soyqırım adlandırılmalıdır. Ona görə soyqırım məhz adlandırılmalıdır ki, burada
fiziki məhv etməklə yanaşı mənəvi baxımdan məhv etmə də nəzərdə tutulmuşdur. Və burada mənəvi baxımdan məhv etmə demək olar ki, daha təhlükəlidir. Bu baxımdan bax, adını çəkdiyimiz milli mədəni irs abidələrimiz demək olar ki, məhv olubdur. Bərpa oluna bilməyən səviyyəyə gətirilibdir. Və eyni zamanda biz beynəlxalq təşkilatların bu konvensiyalarına diqqət yetirəndə burada həm mədəni soyqırıma diqqət yetirə bilərik ki, və burada bütövlükdə deməli bu kimi abidələrin məhv olunması öz əksini tapmışdır. Və mən bir daha bax belə bir mənbəni yenidən canlandırdığı üçün ilk növbədə bizim dəyərli Əfqan müəllimə öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm. Onu qeyd edim ki, burada səsləndirilən təkliflər önəmli əhəmiyyət kəsb edir. Keçən tədbirdə də Əli müəllim Hüseynli bizim təklifimizi qeyd eləmişdi. Bu Qərbi Azərbaycanda dünyaya gələn şəxslərin şəxsiyyət vəsiqəsində olan toponimlərin Azərbaycan toponimlərinin əvəz olunması qeyd olundu və bu şəxsiyyət vəsiqələrimizdə öz əksini tapdı. Mənim bir dənə burada olan tarixçilərdən və alimlərimizdən xahişim ondan ibarətdir ki, bizim orada olan maddi mədəni irsimiz, tarixi abidələrimizlə bağlı mən belə bir təklifim var ki, onlar daha dərindən araşdırılsın. Məsəl üçün, bizim 11-12-ci yüzilliklərə aid özümün anadan olduğu Böyük Qarakilsə rayonunda olan bir Loru qalası var. Onunla bağlı. Məsəl üçün, bundan əlavə qeyd edə bilərəm ki, hörmətli professorumuz Zahid müəllim də xüsusi qeyd edər. Orada yuxarı kilsə, aşağı kilsə kəntlərində olan Alban dövrünə aid olan abidələrimiz, mənfur düşmənlərimiz tərəfindən həmişə özünküləşdirilib və qeyd edərdim ki, hətta 2024-cü ildə həmin bu Loru qalası restavrasiya olundu ermənilər tərəfindən. Xahişim bundan ibarətdir ki, həmin bu abidələrimiz daha yeni dövrün fotolarından, video materiallarından tətbiq olunsun. Eləcə də orada aparılan restavrasiya işləri nəzarətə götürülsün ki, bunlar tutaq ki, əvvəlki fotolarda, videolarda hansı formadaydı? Sonradan burada ermənilər restavrasiya işləri görəndən sonra necə bunu özünküləşdiriblər? Minnətdaram və hər burada olan, tədbirdə olan dəyərli izləyicilərimizin çərşənbəsini təbrik edirəm. İnşallah çərşənbə tonqallarımız Qərbi Azərbaycanda, İrəvanda, Göyçədə və digər gözəl ərazilərimizdə qalansın. Çox sağ olun.